İstəyirəm bir qədər də qamət pozğunluğu olan uşaqlarımız haqqında danışım. Bildiyiniz kimi yay dövrüdür, uşaqlarımız yay tətilindədir və bu dövr ən gözəl müddətdir ki, məktəb yoxkən, ağır sumkalar yoxkən, parta arxasında oturmaq yoxkən, uşaqlarımızda cüzi bir qamət pozğunluğu belə olsa, tez üstünə düşüb düzəltmək. Əziz valideynlər, xüsusən də analar, siz övladlarınıza daha çox diqqət yetirirsiniz və cüzi bir qamət pozğunluğu görsəniz, çiyinlər acı qabağa gəlib, kürək nahiyəsində qabarıq var, uşaq bütün günü oturur, telefonla oyunlar oynayır və yaxud da ki, televizora baxır, az hərəkətlidir. Bu cür hallarda mütləq bu fürsətdən yararlanın. Çünki 10 gün də olsa, 20 gün də olsa, 1 ay da olsa, reabilitasiyaya gələn, yəni müalicəvi idmanlar eləyən uşaqlarda inanılmaz dəyişimlər baş verir. Və biz bu yay müddətində artıq 2 aydır ki, hər dəfə bu cür uşaqları qəbul edib nəticələrinə valideynlərlə bir yerdə çox sevinirik. Yəni nəticələr möhtəşəmdir. Həm ev idmanları, həm burada olunan idmanlar, bəzən ağır hallarda həm fizioterapiya, həm üstəgəl idmanlar çox yaxşı nəticələr verir və tutaq ki, hansısa bir uşaqda bugün sadəcə qamət pozğunluğu idi, biz onun qarşısını aldıq, amma qarşısını almasaydıq gələcəkdə skalyoza, lardoza, kifoza qədər belə irəliləyəcəkdi.